Siz Odisseya filmini ən birinci izləmiş insanlardan birisiniz IMAX-da. Zəhmət olmasa deyin, nəyə görə məhz IMAX-ı seçdiniz? Birinci ona görə ki, əvvəlcə araşdırmışdıq ki, bu Nolan'ın ilk filmidir ki, bütün sırf IMAX kameraları ilə çəkilib və ona görə də IMAX-dan baxmaq istədim ki, bütün effektləri, bütün o təcrübəni, hissiyatı başa düşək də, anlaya bilək. Çünki Christopher Nolan demişkən IMAX-da baxmaq lazımdır. O elə çəkibsə belə də baxmaq lazımdır. Məncə yaxşı idi. Ekran, yəni birinci dəfədir belə böyük ekranda baxırdım. Ekran bəli, sözsüz ki, böyüdü və səs, bütün kadrlar daha yaxşı hiss olunur. Filmə neçə bal verərdiniz 10 ballıq şkala üzrə? 10 ballıq şkala üzrə müəyyən hissələri nəzərə almasaq 9 verərəm. 10-da 10 film, 10-da 10 kast, 10-da 10 rejissor, minus yoxdur. 7. Ondan 10-a verə bilərik.